Xoş gördük əziz dostlar, əziz həmvətənlərim, hər vaxtınız xeyirli olsun. Yeni bir xəbəri sizin diqqətinizə çatdırıram. Xəbərin təfərrüatına keçməmişdən öncə xahiş edirəm kanalımızı maksimum paylaşın. Xameyinin hələ də sağ qalmasının səbəbi budur. ABŞ qüvvələri yaxınlıqda yerləşdirilib. İran Donald Trump'ın sözlərini ciddi qəbul etməsə, bu etinasızlıq onun öz ziyanına olacaq. Telegraf xəbər verir ki, bunu Amerikalı respublikaçı senator Mark Molin deyib. Senator İran İslam İnqilabı Keşikçiləri Korpusunun Sepah dünyada terrorizmin ən böyük himayədədarı adlandırıb və onun rolu nasist Almaniyası ilə müqayisə edib. Əsas məqam ondan ibarətdir ki, Ayətullah İranın ali rəhbəri Əli Xameyni gizləndiyi yerdən çıxıb. Bu o deməkdir ki, onun dəqiq yeri ABŞ prezidenti və kəşfiyyatından məlumdur. Ayətullah hələ də sağ qalmasının yeganə səbəbi regiondakı bəzi ölkələrin onun aradan qaldırılmasına qarşı çıxmasıdır. Amma biz Trump'ı tanıyırıq. Onun səbrinin həddi bir nöqtəyə qədərdir. O gün Ayətullah verdiyi qərarların nəticələri ilə üzləşəcək, deyə senator öz fikrini yekunlaşdırıb. Diqqətinizə görə təşəkkür edirəm.